Salam əziz dostlar, əziz şahmatçılar. Bugün sizinlə mövzumuz şahmatda etüd mövzusudur. Ümumiyyətlə etüdlər nə deməkdir? Etüd oyun sonluğunda adətən alınır və möhtəşəm qurban və yaxud dahi çox güclü bir müdafiə gedişləri olur. Ümumiyyətlə etüdlər şahmatçılara nə verir? Dərin kombinasiyalar görməyi öyrədir, variant hesablamağı bizə öyrədir etüdlər. Çətin vəziyyətdə ən ideal gedişi tapmağı öyrədir və ümumi götürəndə şahmatçının yaradıcılığını inkişaf elətdirir. Yəni etüddə bir gözəllik olur. Hətta etüdləri çox vaxtı şahmat bəstəçiləri tərtib eləyir. Düzdür, oyunlarda da, praktik oyunlarda da çoxalır etüd mövqeləri, amma əksər hallarda şahmat bəstəçiləri daha çox etüdlər, belə deyək, süni mövqelər yaradırlar. Bu da şahmatçılara çox fayda verir və mən hətta sizə onu bildirim ki, çox güclü şahmatçılar, çox güclü qrossmeysterlər hər gün çox sayda etüd əldə edirlər. Çünki bu şahmatçı üçün çox vacibdir və şahmatçının yaradıcılığı çox möhkəm inkişaf elətdirir. Baxdığımız mövqedə və sadə bir mövqedir. Ağlar birinci gedişdə fil haşatı gedişini eləyir. Yəni etüd mövqelərinə, etüdə aid səciyyəvi xüsusiyyət fil haşatı çox gözəl bir qurban həyata keçirilir. Əgər burada vəzir hər hansı bir yerə hərəkət edərsə, vəzir H2 xanasından qaraların şahın mat edir. Ona görə burada qaraların demək olar ki, məcburi gedişi vəzir H6 vurmaqdır. Vəzir H6-ya növbəti gedişdə yenə vəzir H2-dən şah veririk. Biz vəziri H6 xanasına cəlb elədik qara vəziri. İndi şah verəndə artıq qara şah məcburdur oynasın J5-ə və növbəti vəzir D2 gedişini edir ağlar. Əgər şah hər hansı bir yerə hərəkət eləsə, buradan vəzir udar, yəni artıq vəzirlə oyunu udmaq çox rahatdır. Burada şah verəndə yeganə düzgün gediş, düzgün deyil, yəni müdafiə gedişi və at F4-dür, şahın qarşısını kəsir və at F4-də vəzir D8 gedişi ilə ağlar qaraların şahın mat edir. Və bu etüddə, yenə deyirəm, yaranmış mövqedə etüd bir sonlu oldu. Yəni oyunun etüdü oldu və belə mövqeləri çox həll edib siz şahmat yaradıcılığınızı inkişaf elətdirə bilərsiniz. Mən növbəti məşğələlərdə inşallah digər etüdlər haqqında, çox maraqlı etüd mövqeləri haqqında paylaşımlar eləyəcəm. Səhifəmi izləyib takip edin. Hər zaman inşallah növbəti məşğələlərimizdə görüşmək ümidi ilə.